Xocavəndin Hadrut qəsəbəsinə gedən yolun bir tərəfində işğal dövrünün vandallıq mənzərəsini görürsə, digər tərəfində tam sürətlə, mərhələli olmaq şərti ilə Qarabağa həyatın qayıtmasına da şahidlik edirik. Vətən müharibəsinin 13-cü günü işğaldan azad olunan Hadrut, hərbi, strateji, ən əsası psixoloji nöqteyi nəzərindən qarşı tərəfə əsaslı zərbə idi. Elə buna görə idi ki, onlar hər vəçlə dezinformasiyalar yayır, dırnaqarası taktiki geriləmə bəhanəsi ilə təbliğat aparmağa çalışırdılar. Fakt isə faktlığında qalırdı. Qarabağ İqtisadi rayonuna daxil olan Xocavəndin Hadrut qəsəbəsinə Müzəffər Ali Başkomandanın növbəti səfəri hərbi hissənin açılışı ilə əlamətdardır. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, hərbi hissənin şəxsiyyəti döyüş bayrağının təqdimatına hazırdır. Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov. 2. Korpus Komandiri General Mayor Bayis Berxudarov. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Salam əskər. Əziz hərbçilər, bugün Qarabağın Xocavənd rayonunda Hadrutda yeni hərbi hissə açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik. Çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsinlər, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Və ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu. Və deyə bilərəm ki, bugün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir.
Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki işğaldan azad edilmiş ərazidə, Xocavənd rayonunda bu hərbi hissə açılır və ordumuzun sərəncamına verilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, hərbçilərin məişət, mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi mənim fərmanımla 20 il qüsursuz orduda xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin edilmişdir. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə də yeni mənzillər veriləcəkdir. Yəni, ordu daim dövlət tərəfindən, prezident, Ali Baş Komandan tərəfindən diqqətlə əhatə olunub və bu diqqət və qayğının nəticəsində bugün Azərbaycan müzəffər ordusu dünyada tanınır. Məhz müzəffər döyüş meydanında qalib gəlmiş ordu kimi. Hadrut əməliyyatı 2-ci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər Hadrutu biz işğalçılardan azad etməsəydik, bizim gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Və təsadüfi deyil ki, ilk işğaldan azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Oktyabrın 9-da Müzəffər Azərbaycan ordusu bu qəsəbəni işğalçılardan azad etmişdir. Və hər bir insan, burada olan hər bir insan, bax, bu dağları, bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində bütün o vaxt işğal altında olan torpaqlarda güclü istehkamlar qurmuşdu. Bir neçə xəttdən ibarət müdafiə xəttləri qurmuşdu və eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bax, bu şərəfli qələbəmizə nail olmaq üçün bizə imkan yarattı. Hadrut əməliyyatı əminəm ki, müasir dünya müharibələr tarixində öz layıqlı yerini tutacaq. Və Ermənistan hər vəclə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad olunandan bir neçə gün sonra onlar özlərinə xas olan yalanları yayaraq Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq Hadrutda Müzəffər Azərbaycan ordusu dövlət bayrağımızı qaldırmışdı. Hadrut və ətraf bütün yüksəkliklər bizim əlimizdə idi. Ermənistan öz ordusunun mənəvi, psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Onu da bildirməliyəm ki, Hadrut azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır. Və onların özlərinin etirafına görə müharibə zamanı 10.000 fərari olmuşdur. Azərbaycan ordusunda bir dənə də fərari olmamışdır. Və bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan ordusu
Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq. Göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa olsun azad edən xalqıq. Bugün Hadrut əməliyyatı haqqında və bütövlükdə 2-ci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Mən dəfələrlə işğal dövründə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə deyirdim Ermənistan rəhbərlərinə ki, hələ ki gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışlar. Azərbaycan xalqı haqqında, Azərbaycan ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatları dünyaya yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Və Ermənistan ordusu bugün artıq məğlub edilmiş ordudur. Azərbaycan ordusu isə müzəffər ordudur. Hadrut əməliyyatından sonra bizim şərəfli missiyamız davam etdi. Hələ müharibənin başa çatmasına bir ay qalmışdır. Və əlbəttə ki, biz daha böyük inamla, daha böyük iradə ilə öz şərəfli missiyamızı davam etdirdik. Hadrutdan sonra 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və biz faktiki olaraq Laçın dəhlizinə çıxmışdıq və Laçın dəhlizini nəzarətdə saxlayırdıq. Artıq Ermənistan başa düşməli idi ki, onlar məğlub olacaqlar. Məğlubiyyət qaçılmazdır. Ancaq buna baxmayaraq öz namərd əməllərindən əl çəkmədilər. Bizim dinc şəhərlərimizi uzaq mənzilli ballistik raketlərlə ateşə tutmuşlar və bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. Azərbaycan ordusu isə bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək ləyaqətlə müharibəni apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışdıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflərimiz ancaq düşmənin hərbi birləşmələri və düşmənin silahları, texnikaları, silah ambarları idi. İndi azad edilmiş torpaqlara hər gələn insan erməni vəhşiliyinin şahidi olur. Bütün şəhərlər, bütün kəndlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bunu artıq dünya görür. Ancaq baxın, Hadrut qəsəbəsinə bir dənə də dağılmış bina yoxdur. Bu nəyi göstərir? Onu göstərir ki, biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Və bu bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərir. Hadrutdan sonra Şuşaya yolumuz açıldı və Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki Şuşa əməliyyatı artıq bir dastana çevrildi. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları
inana bilmirlər ki, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla, qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya biz yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sir deyil. 44 günlük 2-ci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bugün Ermənistan ordusu yoxdur. Və mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bax burada keçmiş Dağlı Qarabağ Muxtar vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayonunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, Ermənistan ordusu bugün yoxdur. Və əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı 2-ci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi. Və mən bütün bu 44 gün ərzində deyirdim ki, heç kim bizi dayandıra bilməz, Ermənistan rəhbərliyi bizə tarix versin, nə var bizim torpağımızda rədd olur, ondan sonra biz müharibəni dayandıracağıq. Və elə də etdik, sözümüzə əməl etdik. İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bilsinlər bəri başdan. Biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımlar atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Və Azərbaycan ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, nəyə qadirdir Azərbaycanın qəhrəman evladları. Bugün Hadrutda yeni hərbi hissənin açılması, bir də demək istəyirəm ki, çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır və Hadrutda bizim güclü, silahlı birləşməmiz bizim təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən, ona görə ki, bu azad edilmiş, keçmiş Dağlı Qarabağ Muxtar vilayətinə aid olmuş yerdə yerləşir. Və eyni zamanda bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə artırmışıq və müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir və yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu gizlətmirik və heç vaxt gizlətmirdik və hərbi paradlarda işğal dövründə dəfələrlə nümayiş etdirmişdik. Və həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda hərbçilərin maaşlarının artırılması, bütün bunlar göz qabağındadır. Bu onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, bizim güclü yerlərimiz hardadır və qüsurlarımız hardadır. Onlar çox deyildi müharibə dövründə, amma olub. Ona görə
müharibə bizim üçün əvəz olunmaz təcrübə idi. Və müharibədən sonra həm müasir tələblərə cavab verən silah, sursat, texnikalar alınır, eyni zamanda yeni silahlı birləşmələr yaradılır. Bax, bugün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komanda briqadasının yaradılması bizim üçün yenilikdir. Və bir yox, iki yox, bir çox komanda briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və vətən uğrunda özlərini fəda etməyə hazır olan evladlarımız bax, bu briqadalarda xidmət edəcək. Və bu bizim ordu gücümüzü böyük dərəcədə artıracaq. Bir də demək istəyirəm ki, belə briqadalar çox olacaq. Minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcək və beləliklə Azərbaycan ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır. İşğal dövründə ermənilər bizim bütün şəhər kəndlərimizi dağıdıblar. Bizim tarixi, dini abidələrimizi dağıdıblar. Təhqir ediblər. Xalqımız, ordumuz haqqında aşağılayıcı ifadələr işlədiblər. Hətta deyirdilər ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Deyirlər ki, erməni tankları əgər müharibə başlayarsa, Bakının küçələrində olacaq. Bütün bu təkəbbürlü ifadələr hamısı zibil yeşiyinə atıldı. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Və hərbi paradda, qələbə paradında onları nümayiş etdirdik. Azadlıq meydanında. Və bugün onlar hərbi qənimətlər parkında nümayiş etdirilir. Azərbaycan ordusunun gücü və Ermənistan ordusunun məğlubiyyəti təzahürü kimi. Və həmişə biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq. Əziz hərbçilər, mən bir daha bu hərbi hissənin açılması münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan ordusuna yeni uğurlar arzulayıram. Eşq olsun Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır. Azərbaycan Respublikası Prezidentinin komando briqadasına döyüş bayrağının verilməsi haqqında təqdimatı. Əskəri şərəf, şücaət və şöhrət rəmzi kimi hərbi hissənin hər bir hərbi qulluqçusuna vətənə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçün təqdim olunur. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Bakı şəhəri, 1 oktyabr 2021-ci il. Cənab Azərbaycan Respublikasının Prezidenti, Komando Briqadasının komandiri Polkovnik Sanayev döyüş bayrağı almaq üçün gəldi. Cənab Azərbaycan Respublikasının Prezidenti, and içirəm ki, bu müqəddəs keşikdə bir anda olsun ondan gözümü ayırmayacağım. Babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağını öz canından nəzir bilib daim yüksəkliklərdə tutacağım. Ulu Önder Heydər Əliyevin ruhunu yaşadan bu şanlı döyüş bayrağını məndən sonra sağ qala təhvil vermədən ölmək mənə haram olsun. İçdiyim bu anda sadiq qalacağımı və ehtiramı bildirmək üçün bayrağımı öpür və təhvil alıram.
komando andı. Korkun edebilmelik. Biz dağlar askeri. Yuva ettik gölleri. Baş döndüren yerleri. Engel bilmez aşarız. Ocak ağlı dağları. El verimiz alırız. Mavi kara bulutlara. Ben Azerbaycan komandosuyum. Düşmanı. Demir yumruğu ulaşırım. Her yerden ben varım. Havada. Burada. Denizde. Her zaman ve her yerde. Kim? Kim? Komando. Vatan. Cenab-ı Azerbaycan Respublikası'nın prezidenti, komando brigadasının şahsiyeti, komandanlığı kabul etti. Brigada komandiri Polkovnik Elşan Salayev. Bayraktar, ardımca, adımla, marş! Tenteneli marşla keçid. Brigada! Düzlük! Barut! Tenteneli marşın! Bölüklerle! Bayraktar! Düzüle! Yalanlar sağa! Düz! Mesafe! Bir düzüldür! Dikkat! Sağa! Adımla! Marş!
komando briqadasına döyüş bayrağının verilməsinə həsr olunmuş tədbir başa çatdı. Ali Baş Komandanın ordu quruculuğu sahəsində uğuru Azərbaycan ordusunun dünya miqyasında güclü ordular sırasında olması ilə təsdiqini tapır. Yaxın tarix sübut etdi ki, istənilən vəzifənin icrası realdır. Müasir texnika ilə təchizat, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi idi. Kalem olması, münakatleti, aşkarı, milli yemeklerin gösterişinden haftada az 3-4 yeni koyuyorlar. milli yemekler. Vətən müharibəsində qələbənin gedişatı və uğurunun hərbi taktiki müəllifi olan Prezident İlham Əliyev müntəzəm keçirilən təlimlərdə döyüş potensialının gücləndirilməsinə xüsusi diqqət ayırır.
İndiyədək ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarə etmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda qərargah təlimi keçirilib. Bu təlimlərə silahlı qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Hərbi təlimlərin növbəti mərhələsindəyik. Bu dəfə Azərbaycan ordusunun əsgərləri şərti düşmənin avtomobillərini puskuya salır.
Azərbaycan ordusu xalqın milli düşüncəsində milli kimlik meyarı kimi çıxış edir. Azərbaycanın dövlətçilik tarixində xüsusi missiyası olan Ali Baş Komandanın Vətən müharibəsində qələbəsi sübut etdi ki, o həm də hərbi mənada yüksək hazırlıqlı və ədalətlidir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər. Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir. Həm xaricdən, həmkarlarımdan, müxtəlif ölkələrin dövlət hökumət başçılarından, xaricdə yaşayan Azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm. Həm təbriklərə görə, həm mənə göstərilən dəstəyə görə. Bu dəstəyi mən 2003-cü ildən prezident vəzifəsinə ilk dəfə seçiləndən sonra bu günə qədər
hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Və bu dəstək nəticəsində biz hamımız, bütün Azərbaycan xalqı, bütün böyük tarixi uğurlara imza atmışıq. Mən həmişə deyirdim ki, gün gələcək və o vaxt işğal edilmiş torpaqlar azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm o vaxtki məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, mənim sözlərimə doğma xalqım inanırdı. Mən deyirdim ki, gün gələcək, Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq. Və bu müqəddəs günü biz yaşadıq. Şəhidlərimizin qanı canı bahasına Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün biz azad Qarabağdayıq, bugün biz azad Zəngəzurdayıq. Biz bu torpaqların sahibləri, bu torpaqlara qayıtmışıq. Və bundan sonra bu torpaqlarda biz əbədi yaşayacağıq. Azərbaycan xalqının inamı, mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu. Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd eləmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, daha doğrusu. Məcburi köçkünlərlə görüşürdüm, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi də Qarabağda, Ağcabədidə keçirtdim. 60 illiyimi də Qarabağda bu dəfə Şuşada keçirdirəm. Və bu iki tarix arasında bir bağlantı var, bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyirci deyildik. Biz bu prosesləri idarə edirdik, böyük dərəcədə. Biz bölgə gündəliyini formalaşdırırdıq. Və 2-ci Qarabağ müharibəsində əldə edilmiş zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi. Və bugün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, əgər belə demək mümkündürsə, öz ad günümü qeyd edirəm. Bugün səhər Hadrutda Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı yeni silahlı birləşməsi olan Komanda Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim ki və hesab edirəm ki, Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu günü mən hərbçilərlə birlikdə olmalıydım. Prezident kimi, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək üçün və onlar qarşısında yeni vəzifələr qoymaq üçün bugün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda, Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyduq. Ondan sonra isə Şuşaya gəldim. Bu mənim Şuşaya bu il 7-ci səfərimdir. Şuşa hər birimizi çəkir. Düzdür, mən burada Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma eyni zamanda hər dəfə
Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada, Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm. Bugün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, bütün vətən həsrəti ilə yaşamış və həyatdan getmiş bu azad edilmiş torpaqları görməyən minlərlə, 10 minlərlə məcburi köçkünlərin ruhu şaddır. Şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq. Qanını aldıq və əcdadlarımızın ruhunu şad elədik. Bu il Xarı Bülbül festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərindən bir hissəsi video formatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq. İnanın ki, qayıdacağıq. O özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bugün biz buradayıq, bu müqəddəs torpaqdayıq və qeyd etdiyim kimi bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq. Bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Bir daha əziz bacılar və qardaşlar, bütün xoş sözlərə görə, bütün təbriklərə görə sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam. Sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq. Qarabağ bizimdir. Qarabağ hamımız birlikdə Azərbaycandır. Daha sonra dövlətimizin başçısı 1-ci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər.